Vaxtın dərmanında daş əridi qum oldu. Tarixə atdığımız qayıtdı lüzum oldu. Dünənin həqiqəti bu gün tərs yozum oldu. Niyə də yozulmasın? Axı dünya fırlanır. Bəli, deyəsən fırlanmaq bu kainatın qanunudur, elə deyilmi? Dünya fırlanır, ay fırlanır, biz elə özümüz də fırlanırıq. Bəzən zamana qarşı, bəzən məqsədimizə qarşı. Mən Samirə Vali. Bu videonu açdınsa, sən də artıq dairənin içindəsən deməkdir. Özün üçün bir yol seçmisən. Bu yolun adı bilikdir, öyrənməkdir, gələcəyi dəyişməkdir. Bugün isə elə bu fırlanmanın elmini danışacağıq sənə. Mövzumuz əyrixətli hərəkətin ən sadə növü olan çevrə üzrə bərabər sürətli hərəkətdir. Adı biraz uzun gəlsə də özü çox maraqlı bir məsələni açıqlayır. Hərəkət var, fırlanırıq, ancaq sürət sabitdir. Bir anlıq düşünək. Sürət dəyişmir, amma sanki hər an başqa istiqamətə gedirik. Bəs bu necə başlayır? Bax bu mövzu baxırsan sabitdir, amma içində dəyişənlər var. Elə tam da həyat kimidir deyə bilərik. Və əzizlərim, əgər bu videodan fayda götürsən, bir like, bir abunə, bir təşəkkürlər Samirə müəllimə şərhi yazsan, məncə pis olmaz. İndi isə dairəyə daxil olaq. Görək mövzumuzda kimlərlə tanış olacağıq. Başladıq. Bəli əzizlərim, az öncə də qeyd etdiyimiz kimi, bu hərəkətdə sürətin modulu çevrənin bütün nöqtəsində eynidir. Nə deməkdir? Az sonra izah edəcəm. Yəni, V konstantdır, yaza bilərik. Tamamdır. Əzizlərim, baxın, çevrəni xarakterizə edən bir neçə əsas anlayışlar var. Gəlin sizləri bir-bir həmin o anlayışlarla tanış edeyim. Birinci, dövr etmə periodu. Nədir dövr etmə periodu? Cismin çevrə üzrə bir tam dövrü tamamlaması üçün sərf olunan zamandır deyəcəyik. Böyük T hərfi ilə işarə olunur. Kiçik T bölünsün böyük N düsturuna əsasən təyin edəcəyik. Burada böyük N bu arada dövrlərin sayıdır və unutmayın ki, dövrlərin sayının vahidi yoxdur və adsız kəmiyyətdir. Periodun vahidi olacaqdır. Beynəlxalq qismində əsas vahidi 1 saniyə olaraq qəbul edilmişdir. Vahidi saniyə olduğundan dolayı da biz periodu saniyə ölçən adlanan cihazla da təyin edə bilərik. Tamamdır. Və gəlirəm işin ən maraqlı hissəsinə. Baxın əzizlərim, burada saat əqrəblərinin periodlarından sizə məlumat vermək istəyirəm. Elə bunu canlı-canlı sizə göstərmək üçün qəşəng bir dənə saat almışam. Bu saatın üzərində bir-bir sizə izah edəcəm. Çünki nəyə görə saat üzərində izah eləmək istəyirəm? Bu periodları daha çox əzbərləyirlər. Əzbərləmək lazım deyil, anlamaq lazımdır. Nə demək istəyirəm? Bildiyimiz kimi bu saatın 3 əqrəbi var, deyilmi? Bu ən ləng hərəkət edən saatın neçə tamam olduğunu göstərir. Biraz uzun olan dəqiqə əqrəbini və ən uzun, ən sürətli hərəkət edən isə saniyə əqrəbini göstərir. Gəlin bu əqrəblərin bir-bir tam dövrünə baxaq. Tamam, buradan aydın düşür səhv eləmirəmsə baxarıq. Deyək ki, bizim saat əqrəbimiz deyək ki, bizim saat əqrəbimiz 12-nin üzərindədir, deyilmi? Saat 12-ni göstərir. İndi sizə bir sualım. Bu əqrəb bir tam dövr eləsə, yəni fırlanıb, yenidən 12-nin üzərinə gəlsə, neçə saat vaxt keçər? Və yaxud da belə deyim də, günorta saat 12-dən axşam saat 12-yə qədər nə qədər vaxt keçir? Cavablar yaza bilərsiniz orada. Gəlin fırladaq. Baxın, bir tam dövr eləyir. Bir tam dövr elədi. Cisim çevrə üzrə bir tam dövr eləyəndə 12 saat vaxt keçmiş olur. Demək ki, günorta saat 12-dən axşam saat 12-yə qədər keçən vaxtımız elə 12 saata bərabər imiş. İndi isə keçək ikinci əqrəbimiz olan dəqiqə əqrəbindən. Görək dəqiqə əqrəbi bir tam dövr eləyəndə nə qədər vaxt keçəcəkdir? Deyək ki, saat 3-ün üzərindədir. Təzədə yenə fırlanıb 3-ün üzərinə gəlir. Yəni başladığı nöqtəyə geriyə qayıdır. Nə qədər vaxt keçər? 1 saat vaxt keçmiş olacaqdır. O zaman deyərik ki, saatın dəqiqə əqrəbinin dövr etmə periodu məhz 1 saata bərabər imiş. Və nəhayət üçüncü, ən uzun və ən sürətli əqrəbimiz saniyə əqrəbi. Saniyə əqrəbi də başladığı nöqtəyə geri qayıtsa, başqa sözlə bir tam dövr eləsə 1 dəqiqə və yaxud da
60 saniyə zaman keçmiş olacaq. Bax əzizlərim, saat əqrəblərini də bu şəkildə real olaraq, vizual olaraq yadınıza saxlaya bilərsiniz. Yaxşı, ay mənim təkcə saatın əqrəbləridirmi bir tam dövr eləyən? Təbii ki, yox. Bildiyiniz kimi ay da yerin ətrafında fırlanır. Ay yerin ətrafında fırlananda isə bir ay vaxt keçmiş olur. Yaxşı. Daha sonra kim idi öz oxu ətrafında fırlanan? Yer. Yer də öz oxu ətrafında fırlanır və bu zaman bir gün və yaxud da 24 saat zaman keçmiş olur. Başqa sözlə, yer də günəş ətrafında fırlanır. Bu zaman isə bir il, başqa sözlə 365 və ya 366 gün zaman keçmiş olur. Bunları da diqqətdə saxlayın. Test suallarında sizdən tez-tez soruşacaq. Növbəti anlayışımız olan dövr etmə tezliyi ilə. Nədir dövr etmə tezliyi? Vahid zamandakı dövrlərin sayıdır. Qısa olaraq belə yadınıza saxlaya bilərsiniz. Kiçik n hərfi ilə işarə olunur. N bərabər n bölünsün t. Vahidi 1 bölü saniyə və yaxud da 1 hersə bərabərdir. Tamamdır. Burada bir düşmənçilik münasibəti var. Kim ilə periodla tezlik arasında. Yadınıza saxlayın ki, period və tezlik qarşılıqlı tərs kəmiyyətlərdir. Biri ağ deyəndə, o birisi də qara deyir. Məsələn, sizə deyəcək ki, period 10 dəfə artanda tezlik necə dəyişir? 10 dəfə azalır. Tezlik 5 dəfə artanda period neyini 5 dəfə azalır. Yəni bunların qrafikləri də tərsdir, fikir verirsiniz, vahidləri də tərsdir. Yəni hər tərəfli bir-birlərindən düşmən kəmiyyətlərdir. Bunları da mütləq şəkildə not alın dəftərinizə. Baxın, burada da fikir verirsiniz, zaten qrafikində görmüş olursunuz periodun tezlikdən tərs asılı olduğunu. Tamamdır. Sonra gəlirəm növbəti əsas anlayışlarımdan biri dönmə bucağından sizə danışmaq. Nədir dönmə bucağı? Radiusun dönmə bucağı qövsün uzunluğunun radiusa olan nisbətinə bərabərdir. Burada çevrəmi görürsünüz. Cisim fərz edək ki, A nöqtəsindən B nöqtəsinə L qədər yol gəlir və bu gəldiyi yolda isə F qədər bucaq çizilir. Tamamdır. O zaman deyərik ki, F bərabərdir L bölünsün R. Vahidi isə 1 radian olaraq qəbul edilmişdir əzizlərim. İndi bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Baxın, cisimlər çevrə üzrə bir tam dövr etdikləri zaman 360 dərəcə bucaq çizarlar. Bunu unutmayın. Zaten riyaziyyatdan da bilirsiniz. Təkrar edirəm. Cisim çevrə üzrə bir tam dövr edəndə 360 dərəcə bucaq çizir. Tamam, bunu qoyduq bir kənara. Əzizlərim, biz fizikada daha çox dərəcədən deyil də radian anlayışından istifadə edirik. Əgər bizə dərəcə verilibsə, bir çox hallarda onu radiana çevirmək lazımdır. Bunun üçün xüsusi bir düsturumuz var. Gəlin sizi həmin o düsturla tanış edeyim. Fi bərabərdir alfa vuraq pi bölünsün 180-ə. Yəni, qısası, neçə dərəcə veribsə, həmin dərəcəni pi bölə 180-ə vurmaq kifayətdir ki, biz radianla ifadəsini almış olaq. Məsələn, az öncə qeyd elədik ki, bir tam dövrdə 360 dərəcə bucaq çizir. Gəlin görə 360 dərəcəm neçə radiana bərabərdir? Bunun üçün nə edəcəm? 360 dərəcəni vuracam kimə? Pi bölünsün 180-ə. Nə alacam? 2 pi radian almış olacağım. O zaman deyə bilərəm ki, cisim çevrə üzrə bir tam dövr eləyəndə 2 pi radian bucaq çizir. Bax, bunu yadda saxlayın, tez-tez sizdən istəyəcəkdir. Tamamdır, gəlirəm növbəti vacib anlayışlarımızdan biri bucaq sürətindən danışmağa. Nədir bucaq sürəti? Radiusun dönmə bucağının bu dönməyə sərf olunan zamana nisbəti ilə ölçülən kəmiyyət bucaq sürəti adlanır. Omega bərabərdir fi bölünsün t düsturuna əsasən təyin olunur. Vahidi isə düsturuna əsasən radian bölək saniyə hesab olunacaqdır. İndi dayanıram. Baxın, bilirəm ki, hamımızın yaralı yeridir ki, fizikada düsturların çox olması. Amma fikir verirsiniz, burada mən düsturların əsas ana düsturları sizə deyəcəm. Onları bildikdən sonra düsturdan düstur çıxartmaq çox daha rahat olacaq. Məsələn, necə? Əsas ana düsturu budur da mənim. Omega bərabərdir fi bölək t. Tamam mı? İndi mən zamanı bir period qəbul eləsəm, fi-ni yerinə yaza bilərəm. 2 pi. Axı, bayaq qeyd elədik, bir tam dövrdə dönmə bucağı nə qədərdir? 2 pi radiana bərabərdir. O zaman yazaram ki, 2 pi
bölünsün T-yə. Başqa sözlə 1 bölək T mənə nəyi verir? Nəyin tərsidir? Tezliyi verəcək. O zaman yazaram nə? 2πn və yaxud da periodun yerinə öz ifadəsini yazaram. T bölünsün n. Nə alaram? 2πn bölək D. Yəni həm periodun, həm tezliyin düsturlarını yazaraq bucaq sürəti üçün fərqli düsturlar almış olacaq. Əzizlərim, bunlara da mütləq diqqət edin. Gəlirəm, vacib bir qeydimiz var. Unutmayaq bu qeydi. Gəlin öncəliklə bu qeydi sizin üçün oxuyum. Deyilir ki, dönmə bucağının zamanla dəyişən funksiyasının birinci tərtib törəməsi bucaq sürətinə bərabərdir. Nə demək istəyirəm? Tutaq ki, sənə belə bir tənlif veribdir. Deyir ki, fi bərabərdir 8t üstə gələk 5. Tamam mı? Bu tənlikdə bucaq sürəti nəyə bərabərdir? Tərif dedim. Nə idi? Bu tənlikdən törəmə almaq lazımdır. Bu tənlikdən törəmə alsam 8t'nin törəməsi nəyə verir mənə? 8, 5'in törəməsi 0. O zaman deyərik ki, bucaq sürəti 8 radian bölünsün saniyə bərabərdir. Yəni qısası dönmə bucağının tənliyi verilərsə, həmin o tənlikdən törəmə alsan, bucaq sürətini almış olacaqsan. Əla, möhtəşəmsiz. Davam edirik. Növbəti əsas vacib anlayışlarımızdan biri xətti sürət. Nədir xətti sürət? Maddi nöqtənin çevrə üzrə hərəkəti zamanı malik olduğu sürətdir. Bildiyimiz kimi V hərfi ilə işarə olunur. Yolun zamanı olan nisbətidir. Baxın, bircə dənə düstur var. V bərabər L bölü T. Yəni əsas bir düstur var. Gəlin görün növbəti düsturları burada mən necə alacağım. Baxın əzizlərim, cisim çevrə üzrə bir tam dövr eləyəndə neçə dərəcə bucaq çizir, neçə radiandır sizə dedim. Bəs yaxşı, görəsən bir tam dövrdə nə qədər yol gedir? Riyaziyyatdan da bildiyimiz kimi cisimlər çevrə üzrə bir tam dövr etdikləri zaman 2πr qədər yol getmiş olarlar. Bunları mütləq not alın dəftərinizə. Demək, cisimlər çevrə üzrə bir tam dövr etdikləri zaman 2πr qədər yol getmiş hesab olunacaqlar. O zaman mənim ixtiyarım çatarmı? Yolun yerinə 2πr, zaman isə bir period olaraq qeyd edeyim. Daha sonra fərqli düsturlar da ala bilərəm. Məsələn, periodun yerinə tezlik yaza bilərəm. Alaram nə? 2πrn və yaxud da diametrlə əlaqələndirə bilərəm. Alaram πdn və yaxud da periodun yerinə öz düsturunu yazaram. T bölünsün n. Nə alaram? 2πrn bölünsün T, omega r və s. əzizlərim. Baxın, bu düsturlar xətti sürətin vacib düsturlardır, hansı ki biz bunları mütləq şəkildə bilməliyik. İndi gəlirəm işin ən maraqlı hissəsinə, hansı ki dərsin ta əvvəlində sizə demişdim ki, sürət dəyişir, amma dəyişmir. Nə deməkdir? Gəlin bu sözü bir xırdalayaq sizlər üçün. Baxın, gəlin bunların hər birisini adlandıraq. Deyək ki, bu nöqtəmin mənim olsun A nöqtəsi. Tamam mı? Bura deyək ki B nöqtəsi. Bura olsun C, burada D. Və fərz edək ki, cisim saat əqrəbinin istiqamətində hərəkət edir. Tamam mı? Tamamdır. Baxaq A nöqtəsində xətti sürətin istiqamətini. Əzizlərim, bir şey yadınıza saxlayın ki, xətti sürət hər zaman çevrəyə toxunan istiqamətdə yönəlir. Məsələn, A nöqtəsində baxsaq görərək ki, fikir versiniz, sağa doğru yönəlmişdir. B nöqtəsində aşağıya doğru, C nöqtəsində sola doğru, D nöqtəsində isə yuxarıya doğru yönəlmiş hesab olunacaqdır. İndi diqqət edilməsi olan bir məqam var. Fikir verdinizmi? Hər dəfəsində xətti sürətin istiqaməti dəyişdi. Amma modulu dəyişmədi. O zaman deyərək ki, V konstantdır. Tamam mı? Bunu mütləq nəzərə alın. Ancaq biz düz xəttli bərabər sürətli hərəkətdə həm istiqamətin, həm də ədədi qiymətini sabit götürmüşdük. Bu ikisi arasındakı fərqi mütləq şəkildə bilmək lazımdır. Bəs yaxşı, görəsən bizim cisimimiz saat əqrəbinin əksi istiqamətində hərəkət eləsə, başımıza nə gələr? Gəlin baxaq. Deyək ki, saat əqrəbinin əksinə hərəkət eləyir. Bu zaman aydın məsələdir ki, istiqamətləri götürdüyümün tam olaraq əksini götürəcəm. Məsələn, A nöqtəsində sağa idi, olacaq sola. B nöqtəsində aşağı idi, olar yuxarı. C-də sola idi, olar sağa. D-də yuxarı idi, olar aşağı. Və s. Tamam mı? Baxın, bu çevrə üzrə bərabər sürətli hərəkətdə xətti sürətin istiqamətinin təyin edilməsi idi. Davam edək növbəti əsas vacib anlayışlarımızdan biri olan mərkəzə qaçma təcili ilə. Nədir mərkəzə qaçma təcili? Belə bir tərifim var, gəlin baxaq. Deyir ki, çevrə üzrə hərəkətdə sürətin istiqamətinin dəyişməsi hesabına yaranan və radial istiqamətdə çevrənin mərkəzinə yönələn vektorial bir kəmiyyətdir. Bu söz yığını sizi qorxutmasın. A hərfi ilə işarə olunur. Əsas düsturu V kvadratı bölü R-dir. Bax,
bircə dənə əsas düstur var. V kvadratı böl R. Qutardı getdi. Bundan sonra yazacağım düsturlar isə az öncə etdiyim proses kimi alınma düsturlar olacaqdır. Mən xətti sürətin yerinə baxın. Nə qədər düstur yazmışam burada. Bax, bütün bu düsturların hər birisini gətirib burada yerinə qoysam, yəni sürəti kvadrata yüksəldib radiusa bölsəm, bax, gördüyünüz bütün bu düsturların hamısını almış olacağım. İndi burada uzunçuluq olmasın deyə bir-bir mən yerinə qoymayacağım, bir neçəsini göstərəcəm, amma özünüz də evdə isbat edə bilərsiniz. Məsəl üçün nə demək istəyirəm? Deyək ki, belə bir düsturumuz var. Deyilmi? Gəlin burada mən sizin üçün yazım. A bərabərdir V kvadratı böl R. Bir düsturu götürəcəm. Hansı düsturu götürək buradan? Məsələn, omega R-i götürək, tamam mı? V-nin yerinə omega R qoysam nə alacam? Omega kvadratı, R kvadratı böl R. R-lərin biri getdi, biri qaldı. Nə qaldı? A bərabərdir omega kvadratı bölünsün R. A bərabərdir omega kvadratı R-ə. Tamam mı? Bax, gördünüz, hər birisini bu şəkildə özünüz ispat edə bilərsiniz. Daha bu düsturları uzun zad deyib sizi yormayacağım. Bunlar da olacaqdır mərkəzə qaçma təcilinin düsturları. Sonra gəlirəm nəyə? Çevrədə xətti sürətin istiqamətini necə təyin etmək lazımdır? Bunun haqqında danışdıq. Bəs yaxşı görək, mərkəzə qaçma təcilinin istiqaməti necə yönələcəkdir? Əzizlərim, bir şey yadınıza saxlayın ki, çevrə üzrə bərabər sürətli hərəkətdə adından da məlum olduğu kimi, hansı nöqtədə olmasından asılı olmayaraq, hər zaman mərkəzə qaçma təcili məhz çevrənin mərkəzinə doğru qaçır. Baxın, deyək ki, bu nöqtəmiz olsun A nöqtəsi. Fikir verirsənmi? A nöqtəsində hara qaçır? Mərkəzə doğru. Deyəsənin B nöqtəsində hara qaçır? Mərkəzə doğru. Bax, C nöqtəsində hara qaçdı? Mərkəzə. D nöqtəsində hara qaçdı? Mərkəzə. Daha burada cismin necə hərəkət etməsinin heç bir önəmi yoxdur. Hər zaman çevrənin mərkəzinə doğru yönələcəkdir və eyni ilə xətti sürət kimi hər dəfəsində fikir verdinizmi? İstiqaməti dəyişdi, ancaq ədədi qiyməti, yəni modulu dəyişmədi əzizlərim. O zaman deyərik ki, A konstantdır. Tamamdır. Hava kimi, su kimi vacib bir dənə sözüm var sizə əzizlərim. Baxın, yadınızda saxlayın ki, çevrə üzrə bərabər sürətli hərəkətdə sürət vektoru toxunan istiqamətdə, mərkəzə qaçma təcili isə radial istiqamətdə çevrənin mərkəzinə yönəlir və buradan çıxan nəticəyə əsasən deyə bilərik ki, bu iki vektor bir-birlərinə perpendikulyar olurlar. Baxın, burada şəklində görmüş olursunuz. Hər iki vektor bir-birlərinə perpendikulyar şəkildə hər zaman yönəlirlər. Tamamdır. Əla. Gəldik işin ən maraqlı və ən aktual hissəsinə. Demək olar ki, DİM belə sualları sizdən tez-tez istəyəcəkdir. Nədir məsələ? Söhbət kimdən gedir? Çevrə üzrə bərabər sürətli hərəkətdə yol, yer dəyişmənin modulu və sürət dəyişməsinin modulundan danışacağıq. Getdik. Birinci halda gəlin mən bunu sizin üçün qəşəng belə aydınlaşdırım. Deyək ki, bura A nöqtəni olsun sənin, tamam mı? Burada B nöqtənidir. Gəl bu çevrəni də nə edək? 4 bərabər hissəyə bölək. Ki, biləsiniz ki, söhbət nədən gedir? 4 bərabər hissəyə bölmüşəm, tamam mı? Bu A nöqtəsindən B nöqtəsinə cisim çevrənin hansı hissəsini təşkil edir? Təbii ki, 4/1 hissəsini, tamam mı? Zaman, periodun 4/1 hissəsini təşkil edir. Bəs yaxşı, bu hissədə yer dəyişmə nəyə bərabərdir? Bunu da riyaziyyatın qaydalarına əsasən deyə bilərik ki, baxın, burada R-dir, fikir verirsiniz, burada R-dir, burada R-dir. O zaman nə yazaram mən? Kök altında R-in kvadratı, üstə gələk R-in kvadratı. Buradan nə alacağım? R kök altda 2. Demək ki, nəymiş? Zaman periodun 4/1 hissəsində yer dəyişmə R kök altında 2-yə bərabərmiş. Tamamdır. Təkcə yer dəyişməni tapmayacaq, həmçinin sürət dəyişməsini tapacaq. Yer dəyişməyi R kök altda 2 demişəmsə, bunların əmsalları hər zaman eyni olacaqdır. Yəni, sürət dəyişməsi nə olacaqdır? V kök altında 2. Yaxşı, bəs yolu necə tapaq biz? Yolu tapmaq üçün bilirsiniz ki, bir tam dövrdə 2 pi r qədər yol getmişdi. O zaman bu 2 pi-ri yazıram, 2 pi-r vurulsun. Hansı hissə deyirsə, həmin hissəyə vurmaq lazımdır. 4/1-dən söhbət gedir. 2 pi-ri 4/1-ə vursam nə alacağım? Pi-r
bölünsün 2. Qurtardı getdi. Bu da 4/1 hissədə bu kəmiyyətlərin tapılmasıdır. İndi gəlirəm zaman periodunun 2/1 hissəsini təşkil edəndə. Baxın 2/1 hissədə fikir verirsinizmi? Deyək ki A nöqtəsindən C nöqtəsinə neçə radius var? 2 radius var. Qurtardı getdi. Bunun yer dəyişməsi nə qədərdir? 2r-ə bərabərdir deyəcəyik. Bəs yaxşı, sürət dəyişməsi yenə əmsalları eyni olacaqdır. Delta V bərabər olacaq 2V-yə. Yol nəyə bərabərdir? Bir tam dövrdə 2 pi-dirsə, yarım dövrdə nə qədər olacaqdır? Pi-ə bərabər hesab olunacaqdır. Növbəti gəlirəm 4/3 hissəyə. Əzizlərim, yadınızda saxlayın ki, 4/1 periodla 4/3 periodda sürət dəyişməsinin modulundan yer dəyişmənin modulu bərabər olacaqdır. Yəni eyni qiymətlər olacaqdır. Yəni qısası 4/3-də də yer dəyişmə R kök altda 2-dir. Sürət dəyişməsi də V kök altda 2-dir. Yolu tapanda qaydanı bilirsiniz. Nə edəcəyik? 2 pi R nəyə vurmaq lazımdır? 4/3-ə vurmaq lazımdır və cavab alaraq nə? 3 pi R bölünsün 2-yə. Qurtardı getdi. Və gəlirəm T bərabər T-anına. Yəni cisim çevrə üzrə bir tam dövr edir. Xatırlayırsınızsa düz xətli bərabər sürətli hərəkətə, yəni dərs 1-də mən sizə yer dəyişmənin nə zaman 0 olması haqqında məlumat vermişdim. Xatırlatma edim. Cisimlər başladıqları nöqtəyə geriyə qayıtdıqlarında yer dəyişmələri 0-a bərabərdir. Yəni T bərabər T-anada bir tam dövr olunduğuna görə burada yer dəyişməmiz də 0-dır, elə sürət dəyişməmiz də 0-dır. Bir tam dövr deyirsə, bu zaman aydın məsələdir ki, yolumuz da 2 pi-ə bərabər hesab olunacaqdır. Baxın əzizlərim, bu da bizim yol, yer dəyişmənin modulu və sürət dəyişməsinin modulunun tapılma qaydalarıdır. Həm əzbərləyin, həm də əzbərləməyin. Davam edik. Gəlirik işimizin ən maraqlı və ən rəngli hissəsinə. Bir çoxlarınızın da baş bəlası hesab oluna bilər bu bölmə. Nədən söhbət gelir? Diskdən, kürədən, qayış ötürmədən, sürüşmədən fırlanan disklərdən. Gəlin bir-bir. Bax, burada görürsünüz, bayaqdan hər birisini yanımda gətirmişəm ki, sizə vizual olaraq göstərə bilim ki, söhbət kimdən gedir. Birinci başlayacağıq nədən? Mərkəzindən keçən ox ətrafında fırlanan disklərdən danışmaq istəyirəm. Baxın, fikir verirsiniz, bu mərkəzindən keçən ox ətrafında fırlanan diskdir. Fırlanan disklərə musiqi, DVD diskləri, valı və s. nümunə göstərə bilərik. İndi əzizlərim, baxın, bu məsələlərdə sizdən həmin o çevrəni xarakterizə edən kəmiyyətləri müqayisə etmənizi istəyəcək. Hansı kəmiyyətlərdir? Gəlin xatırlayaq. Sürət idi, təcil idi, yol idi, period, tezlik və s. Hər kimdə artıq hamınızın yadındadır. Gəlin görək bu kəmiyyətlər disk məsələsində necə dəyişəcəklər. Sadəlik olsun deyə həmişə uşaqlara deyirəm ki, uşaqlara bu kəmiyyətlərdən val, yəni sürət, təcil və yol. Bu üç qardaş radiusla düz mütənasib asılıdır. Amma yerdə gördüyün kim varsa hamısı bərabərdir. Kimdir onlar? Perioddur, gəl buradan qeyd edək. Perioddur, tezlikdir, bucaq sürətidir, dövrlərin sayıdır. Bax, bunlar bərabər hesab olunacaqlar. Yaxşı, tutaq ki, mən bu diskimdə xətti sürəti müqayisə eləmək istəyirəm. Yaxşımı? Xətti sürəti müqayisə eləmək istəyirəm. Deyərəm ki, bu çəhrayı rəngi olan bir nöqtəsidir, mavi rəngi olan isə 2 nöqtəsidir. 1 və 2 nöqtələrinin xətti sürətlərini müqayisə edək. Baxın, çevrənin mərkəzi də bu hissədədir. Hansının mərkəzin məsafəsi böyükdürsə, onun xətti sürəti, təcili yolu daha böyükdür. Hansının mərkəzdən məsafəsi kiçikdirsə, onun xətti sürəti, təcili yolu daha kiçikdir. Məntiqlə nə olacaqdır? 2 1-dən daha böyük olacaqdır. Aydındırmı? Bəs yaxşı, periodu necə müqayisə eləyək? Az öncə də qeyd etdiyimiz kimi, valdan başqa hamısı bərabərdir. Bəli, əzizlərim, bu şəkildə müqayisə apararaq artıq biz disk məsələsində həmin kəmiyyətləri necə müqayisə eləmək lazımdır öyrənmiş olduq. İndi buna bənzər bir dənə sualımız var. Gəlin bu suala baxaq. Baxın, burada bizə belə bir disk verilibdir. 1 nöqtəsi və 2 nöqtəsi. Yenə az öncə izah etdiyim qaydaya əsasən deyək ki, bu dəfə təcili müqayisə eləmək istəyirəm. Hansının mərkəzdən məsafəsi daha böyükdür? 2-nin. Qurtardı getdi. O zaman deyəcəksən ki, A2 böyükdür A1-dən. Başqa bir versiyada isə bizdən diametrindən keçən ox ətrafında fırlanan kürə haqqında soruşacaq. Baxın əzizlərim, eyni ilə disk məsələsindəki kimi həmin qayda qanunlar bu kürə üçün də keçərlidir. Həmin kəmiyyətləri necə müqayisə edimsə, burada da həmin kəmiyyətləri eyni müqayisə edəcəm. Amma və lakin tək bir fərqimiz var. Mərkəzi hansı nöqtə
götürməliyik? Buna baxmaq lazımdır. Tutaq ki, xətti sürəti müqayisə etmək istəyirəm. Baxıram, mərkəzim burada deyilmi mənim? Hansı mərkəzə daha yaxındır? Bir nöqtəsi yoxsa iki nöqtəsi? Aydın məsələdir ki, bir nöqtəsi mərkəzə daha yaxındır. O zaman birin sürəti 2-yə nəzərən daha kiçik olacaqdır. Aydınmı? Eləcə də sürəti, yolu bu şəkildə müqayisə edəcəksiniz. Yerdə qalanlar kimi də bərabər olanlar, period, tezlik və s. Onlar da istər bir nöqtəsində, istər iki nöqtəsində hər zaman bərabər hesab olunacaqdır. Tamam mı? Baxın, kürə məsələlərini də bu şəkildə biz həll edə bilərik. Növbəti davam edək. Kimdən danışaq? Qayışlı ötürmədən danışırıq. Nədir qayışlı ötürmə? Qayışlı ötürməyə real həyatda velosipedi, tankı və s. nümunə göstərə bilərik. Qayışlı ötürmə bir-birlərinə qayış vasitəsilə birləşdirilən iki disk kimi də nəzərdə tuta bilərsiniz. Bu kəmiyyətləri yaxşı biz necə müqayisə edə bilərik? Baxın, burada sizə sadə bir metod öyrədəcəm. Bunu mütləq yadınızda saxlayın. Bütün o çevrəni xarakterizə edən kəmiyyətlər ki var, hansılar ki artıq siz onları əzbər bilirsiniz. O kəmiyyətlərdən iki dənəsidir ki, sürət və yol. Bunlar bir-birlərinə bərabərdir. V1 bərabərdir V2, L1 bərabərdir L2. Tamam mı? Baxın, burada qayışlı ötürmə məsələsi görürsünüz. İstər bir nöqtəsinə desin, istər iki nöqtəsinə desin, sürətləri də, yolları da bərabər hesab olunacaqdır. Tamam mı? Və növbəti bir qaydam. Bütün kəmiyyətlərdən fərqli olaraq yalnız və yalnız perioddur ki, radiusla dostdur, düz asılıdır. Yola gedirlər. Yəni, period radiusla düz mütənasib şəkildə asılıdır. Kimin radiusu böyükdür? 2-nin. Kimin radiusu kiçikdir? 1-in. O zaman deyirsiniz ki, T2 böyükdür nədən? T1-dən. Perioddan başqa yerdə qalan bütün kəmiyyətlər hamısı radiusla düşməndir. Tərsdirlər, yola getmirlər. O zaman necə müqayisə edəcəm? Hansının radiusu böyükdürsə, həmin o kəmiyyətlər nə olacaq? Kiçik olacaq. Getdik, bir-bir. Məsələn, burada müqayisə eləsə, deyərək ki, omega 2 kiçikdir omega 1-dən, N2 kiçikdir N1-dən, A2 kiçikdir A1-dən. Bu şəkildə qayışlı ötürmə məsələlərində rahatlıqla həll edə biləcəksiniz. Və gəlirəm növbəti və sonuncu qaydama. Sürüşmədən deyirlənən disk məsələsi. Real həyatda görmüşük. Maşın təkəri neyinir? Sürüşmədən irəliyə, geriyə doğru deyirlənərək hərəkət edir. Ən maraqlısı isə budur ki, biz bayaqdan nə qədər kəmiyyətləri müqayisə eləmişdik. Burada sadəcə tək bir kəmiyyəti müqayisə eləyəcəyik. Bu isə xətti sürətdir. Xətti sürətini necə müqayisə eləyərik? Deyək ki, bax, bura bizim yer səthimizdir, tamam mı? Yer səthini bir S nöqtəsində qeyd eləyək. O nöqtəsinin xətti sürətinə, o nöqtəsinin sürətini gəlin bir V ilə işarə eləyək, tamam mı? O nöqtəsinin sürətinə 1 V deyək. İndi buradan yerdən olan məsafəsinə görə əslində baxarıq məsələlərə. Deyək ki, o nöqtəsindən yerə qədər neçə radius var? 1 radius var. Ona neçə sürət olacaq? 1 dənə sürət olacaq. O zaman deyərəm ki, o nöqtəsinin sürəti nəyə bərabərdir? V-yə bərabərdir. Yaxşı, A nöqtəsinin sürəti nəyə bərabərdir? A nöqtəsinin sürəti yerə qədər məsafəyə baxın, 2 radiusdur. Yəni 2V sürətinə bərabərdir deyəcəksiniz. B nöqtəsinin, D nöqtəsinin sürətini tapmaq üçün isə burada riyaziyyatın qaydalarına əsasən deyəcəyik ki, V kök altında 2-yə bərabərdir. Yazıram VB bərabərdir VD. O da bərabərdir nəyə? V kök altında 2. Yaxşı, bəs C nöqtəsinin isə nəyə bərabərdir xətti sürət? C nöqtəsi ilə fikir verin, yerdə yerləşir də, yerlə təmas nöqtəsində yerləşir. Burada heç bir sürətdən söhbət gedə bilməz. O zaman yazıram ki, VC bərabərdir 0. Qutardı getdi. Bax, bu da olacaqdır sürüşmədən deyirlənən disk məsələsində xətti sürətlərin müqayisəsi. Və beləliklə, əzizlərim, gəldik nəzəriyyə izahımızın sonuna. Bilirsiniz ki, hər bölmənin sonunda 5 özünü yoxla sualımız olur. Keçdik ilə həmin suallara. Başladıq. Birinci sual. Deyilir ki, çevrə üzrə bərabər sürətlə hərəkət edən cismin sürət və təcil vektorları A nöqtəsində hansı istiqamətdə yönələr? Əzizlərim, təbii ki, burada baxmamız gerəkən ilk şey bu cismin saat əqrəbinin istiqamətindəmi, yoxsa əksinəmi yönəlməsi? Bu çox önəmli nüansı, çünki fərqli-fərqli cavablar alacaqsınız. Baxsaq görərək ki, bu cisim saat əqrəbinin istiqamətində hərəkət edir. Tamamdır. Öncə gəlin mərkəzə qaçma təcilinin istiqamətini göstərək, sonra xətti sürəti göstərsək daha rahat olacaqdır. Mərkəzə qaçma təcili A nöqtəsindən hara qaçacaqdır? Mərkəzə doğru qaçacaqdır. Xətti sürət vektoru ilə təcil vektoru da bilirsiniz ki, bir-birinə həmişə perpendikulyardır. O zaman A nöqtəsində hara
yönələcəkdir. Baxın, bu istiqamətdə yönəlmiş hesab olunacaqdır. Möhtəşəmsiniz. İkinci suala baxıram. Bu arada sualları mənim izahıma qulaq asmamış. Dayandırın, sualı görürsünüz PDF-də. Özünüz həll edin, sonra izah alın ki, daha effektli nəticə əldə edə bilək. İkinci sualıma baxıram. Deyilir ki, radiusu 1 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtə A nöqtəsindən B nöqtəsinə 3 saniyəyə gəlir. Buna əsasən maddi nöqtənin xətti sürətini hesablayın. Az öncə qeyd etdiyim kimi istiqamət çox önəmlidir, əzizlərim. İstiqamət çox önəmlidir. Baxıram, necə hərəkət edir? Saat əqrəbinin əksinə hərəkət edir. Qutardı, getdi. A-dan B-yə 3 saniyə gəlir. Bax, gəl bu çevrəni 4 bərabər hissəyə bölək səndən, tamam mı? A-dan B-yə 3 saniyə gəlibsə, hər aralıq 1 saniyədə zaten eyni olmalıdır. O zaman cisim çevrə üzrə bir tam dövr eləsə, deyə bilərikmi ki, 4 saniyə zaman keçər. Yəni, period 4 saniyəyə bərabər hesab olunacaq. Radiusu verib bizə 1 metr olaraq və bizdən xətti sürəti istəyir. Getdik. V bərabərdir 2 pi r bölünsün T-dən istifadə eləsəm cavabı taparam. 2 pi mənə 6-nı verəcək, radiusu 1 verəcək, period da 4-ü verir. Bu nə eləyəcəkdir? 1,5 metr bölünsün saniyəni vermiş olacaqdır. Və gəlirəm 3-cü məşhur qayışlı ötürmə məsələsinə. Getdik. Deyir ki, 2 disk bir-biri ilə qayışla əlaqələndirilibdir. Radiusu 1 metr olan ikinci disk yazıram. R2 bərabərdir 1 metr. Hər zaman verilənləri yazmaq lazımdır. İkinci diskin tezliyini də verib mənə. Nə qədərdir? N2 bərabərdir 1 saniyə üzəri mənfi 1-dir. Tamamdır. İndi gəlin beləyək. B nöqtəsinin xətti sürətini tapaq. Nə idi xətti sürət? VB yazaram. 2 pi r n-dən gedəcəm, deyilmi? 2 pi mənə nəyi verdi? 6-nı verdi. Radiusum da 1-dir, tezliyim də 1. Nə aldım? 6 aldım. Tamamdır. Az öncə də qeyd etdiyimiz kimi, qayışlı ötürmə məsələlərində sürətlər bərabərdir. Yəni, A nöqtəsinin sürəti ilə B nöqtəsinin sürəti bir-birlərinə bərabər, yəni 6 olacaqlar. Və bu iki vektorda bir-birlərinə perpendikulyar yönəldiyindən dolayı A-nın B-yə nəzərən sürətini soruşursa məndən, o zaman yazaram ki, kök altında V-A-nın kvadratı üstə gəlinsin V-B-nin kvadratına. Qutardı, getdi. Bu da eləyəcək 6, kök altında 36, üstə gələk 36, bu da mənə 6 kök altında 2-ni vermiş olacaq. Bu məsələlərdə də diqqətli olaq. Gəlirəm 4-cü sualıma. Deyilir ki, çevrə üzrə hərəkət edən maddi nöqtənin müşahidə başlanğıcından 2/1 və 2/5 period müddətlərdə sürətlərinin dəyişmələrinin modullarının nisbətini tapın. Yaxşı, qəşəng sualdır. Az öncə qeyd eləmişdim ki, 2/1 periodda sürət dəyişməsi nəyə bərabərdir? Gəl buna V1 yazaq, deyilmi? V1 bərabərdir 2V-yə. 2/5 nəyə bərabərdir? Əzizlərim, əgər bizə düzgün olmayan kəsr verilibsə, hökmən onu düzgün olan kəsrə çevirmək lazımdır. 2/5 necə yazacaq? 2 tam 2/1 kimi yazarıq. 2 tam atıram, çünki bu cismin çevrə üzrə 2 tam dövr eləməsini göstərir. Bu mənə lazım deyil. 2/1 hissə ilə yoluma davam edirəm. Yenə eyni şey aldıq. 2/1 periodda nəyə bərabərdir? 2V-yə bərabərdir. Bunların da nisbətləri bizə nəyə verəcək? 1-i vermiş olacaqdır. Və nəhayət gəlirik bölməmizin ən sonuncu və ən maraqlı sualına. Deyilir ki, o mərkəzi ətrafında bərabər sürətlə fırlanan diskin üzərindəki A və B nöqtələri arasındakı məsafə 20 santimetrə bərabərdir. Onların mərkəzə qaçma təcillərinin fərqi isə 20 metr bölə saniyə kvadratıdır. Bu zaman diskin bucaq sürəti nəyə bərabərdir? Bunun üçün biz mərkəzə qaçma təcilinin A bərabərdir omega kvadratı R düsturundan hesab istifadə edəcəyik. Biz bunu həm A nöqtəsi üçün, həm də B nöqtəsi üçün yazmalıyıq. Gəlin belə bir düsturumuz var. Yazaq ki, A bərabərdir omega kvadratı R-dən istifadə edəcəm, deyilmi? Həm A nöqtəsi üçün yazıram, həm də B nöqtəsi üçün yazıram. Yazıram ki, omega kvadratı RA çıxılsın, omega kvadratı RB bərabərdir nəyə? 20-yə. Gəlin omega kvadratının mötərizə xaricinə çıxardıq. Yazaram ki, RA çıxılsın, RB bərabərdir 20-yə. İndi bunlar arasındakı məsafələrin fərqini 20 cm, başqa sözlə 0,2 metr olaraq mənə veribdir. Yazaram ki, omega kvadratı vuraq 0,2 bərabərdir 20-yə. Omega kvadratı da bərabərdir nəyə? Demək 100-ə. Omega da bərabərdir 10 radian bölünsün
saniyə. Baxın, bu şəkildə bucaq sürətini biz təyin edə bilərik. Və əzizlərim, beləliklə gəldik 3-cü dərs videomuzun sonuna. Hər birinizə hər zaman yazdığınız xoş sözlər üçün, təkliflər üçün, iradlar üçün sonsuz təşəkkürlərimi bildirirəm. Bu şəkildə sükanı saxlayın. Sizin dəstəyiniz, hər bir fikriniz mənim üçün çox önəmlidir. Mütləq kanalıma abunə olmaq üçün hər zaman dediyimiz kimi kanala abunə olmağı, fikirlərinizi bölüşməyi, paylaşmağı unutmayın ki, bu tərz videoların davamı gəlsin. Hər zaman kimi sağollaşmıram. Növbəti dərsimizdə görüşənədək.